Filmlərinə çəkilmək kimi təklif elədilər, orada yazılı şəkildə. Mən də apply elədim, nömrəmi qeyd elədim, mənə geri dönüş elədilər. Səhəri gün israrla məni ora çağırdılar. Orxan Qulamlı adlı şəxsin Devin Film tərəfindən ona zəng və mesaj vasitəsilə filmdə çəkilməyə dəvət olunması iddialarının heç biri doğru deyil. Belə hallarda ən sadə sübut vasitəsi mobil zəng və mesaj qeydləri müsahibə zamanı ictimaiyyətə təqdim edilməli idi. Lakin dırnaqarası şikayətçi Orxan Qulamlı heç bir fakt və sənəd ortaya qoymamış, yalnız əsassız və məntiqsiz fikirlərlə çıxış edib. Təəssüf ki, bu çıxışa şərait yaradan Baku TV-nin müxbiri Jalə Qəhrəmanlı isə jurnalist borcunu yerinə yetirməyərək iddiaların sübuta yetirilməsini tələb etməyib. Bu isə jurnalistikanın əsas prinsipləri, obyektivlik, dəqiqlik və qərəzsizlik qaydalarının açıq pozulmasıdır. Belə çıxır ki, istənilən şəxs hər hansı bir müəssisə haqqında əsassız fikirlər səsləndirə bilər. Müxbir isə onları yoxlamadan ictimaiyyətə ötürə bilər ki, bu yanaşma həm vicdanən, həm də qanunən yol verilməzdir.